Allah cəm şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. Allah qazilərimiz əllərimizə şəfa versin. Bugünkü günü əli silahlı Respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyan, torbalarımızı düşmənin tapdağından hifz eləyən hərbçilərimizə, veteranlarımıza özünün can sağlığı diləyən və inşallah xidmətlərini sağ-salamat başa vurub ailə özlərinin qoşmaqlarını arzu edəyim. Məlumatınızı bildirirəm ki, bugün Qazax rayonu Fərəhli kəndinin qəhrəman şəhidi Daşdəmir İrfaq Eltunoğlu'nun mövludu günüdür. Hal-hazırda bu dəqiqə biz Fərəhli kəndində ziyarətə gəlmişik şəhidimizi. Allah şəhidimizi və onun ərzində cəm şəhidlərimizi rəhmət etsin, məkanları cənnət olsun. Allah şəhidimizi rəhmət etsin, məkanı cənnət olsun. Arxanca ağlayanlar həm də sənlə qürur duyur. Sən baxma gözlərində yaşları leysandı şəhid. Sənə borcludur bu torpaq. Hal-hazırda buraya şəhid ailənin cəzalı şəhid ailələri və cəmiyyətimizin sədri gəlmişik, ziyarətdəyik. Azər müəllim, bəlkə bir şişirmə şəhidimiz barəsində. Allah cəm şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah valideynlərə səbir versin. Bugün vətən torpağında gəzməyimiz mübadilə səbəbinədir. Qırma deyirəm, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Qasım kişi, siz de bizim bir qəhrəmanımızın atası, Yunus Kəlin atası. Bu kişi nədir? Allah şad olsun, salşaq unutmayaq, unutturmayaq. Ruhlarına doğru eləyənlər. Özü bu şəhidlərə nə lazım? Anmaq daim, onları sanmaq əvvəl, daim ruhlarına dualar vermək. Əlbəttə, əlbəttə. Deyərdilər ki, köhnədən deyərdilər ki, şəhidlər unlandırır. Bəli. Onu deyir də, bunları unutmalıdır ki, bunları ölməlidir. Nə qədər ki, bayraqlarımız yüksəkdə dalgalanır, nə qədər ki, xalqımız, elimiz, obamız yaşayır, var, şəhidlər heç vaxt unudulmayacaq. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Hal-hazırda elə şəhidimiz İrfaqın anımına gəlmişkən 2016-cı ilin şəhidi kapitan Mühid Orucovun Azərbaycanın Mixailosu ləqəbilə tanınmış şəhid Mühid Orucovun da ziyarətinə gəldik. Allah bir daha cəm şəhidlərimizi rəhmət eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Məkanı cənnət olsun. Həqiqətən də Mühid elə bir oğul olmuşdu ki, onun adı gələndə Orada bir yerdədirlər. Künc söz salmışdı. Çünki bu həqiqətən də Azərbaycan Mixailos adı boş-boşuna verilməmişdi. Düşmən bütün mövqələrini keçinlə girib, bütün mövqələrdə məlumat toplayıb Azərbaycan ordusuna lazımi xəbərlər gətirən insan olub və öz döyüşçülərindən 2016-cı ildə Lələtəpə döyüşündə qəhrəmancasına döyüşüb şəhid olmuş şəhidlərimizdən, komandirlərimizdən biridir. Məkanı cənnət olsun. Qasım kişi, siz bizim bu mühidin barəsində daha məlumatlı şəxsi sanksiyon sağlığında ünsiyyətiniz olubdur. Bəlkə şəhidimizin barəsində Rəhmətli, oğlu onunla ünsiyyətli olubdur. Bəli. Yunus rəhmətli. Bəli, Yunus rəhmətli. Mən 2016'da nerede geldim? Ben A2'si geleceğim. Hemşire olur A2'si. Şəhid olduğu gün. Gelmiş değil mi bana? Ancaq ki, Qəhrəman, Qazan qəhrəman oğlu. Azərbaycanın qəhrəman oğlu. Ümumiyyətlə şəhidlərimizin hamısı qəhrəmandır. Hamısı qəhrəman. Hamısı qəhrəman. Azaq Müəyyən məqamlarda 2016'da bu kişi öz sözünü yüksək səviyyədə deyir, yazır. Ayfa oldu. Bu yaşlıdır.
Tabor komandiri o zaman yine. Bəli, bəli. Savadlı birili zabit idi. Ben görüşürüm. Dövüş yoldaşlarım Vətən Müharibəsi qəhrəmanı Zaur var. Neler de elə söhbətlər eləyir. Onun etkiləri büyük olanlar böyük olub da, böyük xidməti çox olub. Onlar onda gənc imişlər. Bəli. İndi onlar özü Vətən Müharibəsi qəhrəmanı. Bir daha Allah rəhmət eləsin şəhidimizi. Məkənindən olsun. Allah əzlər və istərlərinə səbir versin. Amin. Bugün maşallah evlatları böyüyür. Onlar da yatalar kimi qəhrəman evlatlar olacaq inşallah. Onun adını laqiqdə yüksəldəcəklər. Allah sizin də ziyarətinizi qəbul eləsin. Adi fiziki gücü oldu. Qeyri-adi. Çox dözümlü oldu. Çox dözümlü. Allah rəhmət eləsin.